Bu dərs Azərbaycan dili ilə bağlı e, 21 mövzuda çəkəcəyimiz video dərslərdən birincisidir. Mövzumuz Azərbaycan dili haqqında ümumi məlumatdır. Mövzuya başlamamışdan qabaq biz bilməliyik ki, Azərbaycan dilinin tarixi nədir? Hansı Azərbaycan dili bölmələrə malikdir? Biz nəyi öyrənəcəyik? Bir, bilməliyik ki, dil ictimai hadisədir. Azərbaycan dili bu ifadənin içərisində olan dil sözü ictimai hadisədir. Yəni, dil cəmiyyət hadisəsidir. İctimai sözünün mənası nədir? Cəmiyyət hadisəsi. Bu bir. Azərbaycan dili Türk dilləri ailəsinin Oğuz qrupuna daxildir. Türk dilləri ailəsinin qrupları çoxdur. Sadəcə bizim hazırda bilməli olduğumuz məqam Oğuz qrupuna daxildir. Bir balaca bunu dəqiqləşdirib, Oğuz Səlcuq qrupu da deyirlər. Çünki Azərbaycanlılar, Türkiyəlilər biz bir yerdə Səlcuqları təşkil edirik. Amma ümumi olaraq Azərbaycan dili Türk dilləri ailəsinin Oğuz qrupuna daxildir. Hazırda dünyada 50 milyondan çox insan Azərbaycan dilindən danışır. Bu növbəti informasiya. Azərbaycan dili Azərbaycan Respublikasının Konstitusiyasının 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dilidir. Məqam budur ki, yəni bu ifadənin əsasına dayanır ki, rəsmi yazışmalar, işgüzar yazışmalar dövlətin digər xarici dövlətlərlə, ölkə vətəndaşları ilə əsas dili Azərbaycan dilidir. Ərizə yazarkən, arayış yazarkən və digər rəsmi və işgüzar sənədləri yazarkən və ya onları təqdim edərkən bizim dilimiz Azərbaycan dili olmalıdır. Azərbaycanda bütün millətlərin dilləri qorunur, işlənir, amma dövlət dili Azərbaycan dilidir. Çoxluğun dili Azərbaycan dilidir. Biz rəsmi yazışmaları bu dildə aparırıq. Keçirik digər məsələyə. Dilçilik elmi onun bölmələri. Dili öyrənən elmə deyirlər dilçilik. Lingvistikada deyirlər. Amma biz hazırda orta məktəb səviyyəsində buna dilçilik deyirik. Sual, Azərbaycan dilini öyrənən, yəni bizim sahədə öyrənən elmin adı nədir? Dilçilik. Dilçilik adi mövcud deyil. Müxtəlif sahələrlə mövcuddur. Birinci dilçiliyin sahəsi fonetikadır. Yadda saxlayırıq. Fonetika nəyi öyrənir? Danışıq səslərini. Fonetika bölməsində danışıq səslərindən başqa orfoepiya və orfoqrafiya. Bax, bu anlayışlarda bilmək lazımdır. Orfoepiya sözlərin düzgün deməli, tələffüzünü, orfoqrafiya sözlərin düzgün yazılışını. Bunu öyrənir. Deməli, fonetika deməli, ayrıcadır. Danışıq səslərini öyrənir. Onun daxilində əlavə olaraq orfoepiya və orfoqrafiyadan da danışırıq. Sözlərin düzgün yazılışı, sözlərin düzgün tələffüzü. Azərbaycan dilçiliyinin digər bölməsi, dilin bölmə hansı dilçiliyin hissəsidir? Leksikadır. Leksika dilin lüğət tərkibini öyrənir. Yəni, dildə olan bütün sözləri leksika öyrənir. Lüğət tərkibi nədir? Dildə nə varsa lüğət tərkibi. Deməli, buranın daxilində söz yaradıcılığı, bəzən bu morfologiyaya da aid olur və etimologiya sözün mənşəyini öyrənir, dialektologiya məhəlli sözləri öyrənir. Yəni, leksika dildə olan bütün sözləri öyrənir, sadə, düzəltmə və digərləri söz yaradıcılığı öyrənir, bunlar bəzən morfologiyaya da aid edilir. Etimologiya sözün mənşəyini öyrənir, haradan yaranıb, dialektologiya məhəlli sözləri, dialektləri, şifaləri öyrənir. Dilçiliyin deməli ikinci bölməsi oldu, leksika. Üçüncü bölməsi qrammatikadır. Qrammatika özü tək mövcud deyil. İki bölməsi var qrammatikanın. Biri morfologiya, digər sintaksis. Burada nəyə qarışdırmayaq? Fonetika bütün bölmədir. Daxilində bölmürük. Fonetikanı deyir ki, orada orfoepiya da var, orfoqrafiya da. Amma fonetikanın sahələrdə belə bir sual bizə lazım deyil. Leksika sözləri öyrənir dildəkiləri. Söz yaradıcılığı, etimologiya, dialektologiya bunu ayrıca bölmürük. Onun tərkibində hissələrdir. Amma qrammatika özü iki hissədən ibarətdir. Morfologiya və sintaksis. Morfologiya nitq hissələri olan dəyişməsi, sintaksis söz birləşmələri, cümlə bunlar öyrənir.
Nitq hissələrdə bölünür. Əsas və köməkçi. İsim, sifət, say, əvəzi, feil, zərf. Əsas nitq hissələri. Qoşma, bağlayıcı, ədad, modal, söz, nida. Bunlar köməkçi nitq hissələri. Ondan başqa dilçilikdə bölmələr var. Nitq mədəniyyəti, üslubiyyət və s. Bu bölmələr haqqında ümumi məlumatdır. Biz burada belə bir məqama baxaq. Bu bir piramida şəklidir. Birinci səs, dilin mövcudluğu belədir. Səs, fonetikada səs öyrənilir. Söz, leksikada sözlər öyrənilir. Qrammatika, burada nitq hissələri, söz birləşmələri, cümlə öyrənilir. Bu da bizim digər ümumi məqamımız ki, öyrənməliyik. Gəlirik digər məsələyə. Hər bir dilçiliyin bölməsinin özünün terminləri var. Hər hansı bir dil qaydası ilə bağlı tapşırıq gələ bilər, soruşarlar. Fonetikaya aid terminlər hansılardır? Leksikaya aid terminlər hansılardır? Qrammatikaya aid terminlər hansılardır? Terminlər ixtisas sözlərdir. Həmin sahəyə aid xüsusi spesifik sözlərə deyirlər terminlər. Fonetikada keçirilən bölmələr, mövzular həmin terminlərdir. Sait, samit, heca, vurğu, ahəng qanunu, səs artımı, səs düşümü, səs uzanması, orfoepiya, orfoqrafiya bunlar fonetikaya aid terminlərdir. Leksikaya aid terminlər. Leksikada keçilən bölmələrdir. Amonim, sinonim, antonim, çoxmənalı sözlər, frazeoloji birləşmələr, dialekt sözlər, yeni sözlər, könəlmiş sözlər, arxaizmlər və s. Bunlar leksikaya aid terminlərdir. Etimologiya, əzbərləmək və yaxud da saxlamaq lazımdır. Qrammatikaya aid terminlər ümumidə gedir. Ayrı-ayrı da soruşula bilər. Morfologiyaya aid terminlər hansılardır? Nitq hissələri, isim, sifət, say, əvəzli, feil, zərf, köməkçilik hissələri, qoşma, bağlayıcı, ədad, modal, söz, nida, hallanma, mənsubiyyətə görə dəyişmə, şəxsə görə dəyişmə, zamana görə dəyişmə, təsriflənmək, təsriflənməmək, bunlar morfologiyaya aid terminlərdir. Söz birləşmələri, cümlə üzvləri, cümlə, mübtəda, xəbər, təyin, tamamlıq, zərflik, cümlə üzvlərinin əlavəsi, xitab, ara sözlər, şəxsə görə cümlənin növləri, müəyyən şəxsi cümlə, sintaktik əlaqələr və s. Bunlar qrammatikanın sintaksinə aid bölmələrdir. Biz bu bölmələrin hər birini yadda saxlamalıyıq. Ümumiyyətlə öyrənmək üçün mütləq sistemi bilmək lazımdır. Sistemi bilmək, buna mündərizat deyirlər. Ondan sonra digər məlumatları mənimsəmək lazımdır. Deməli, biz bugün öyrəndik bir, Azərbaycan dili haqqında ümumi məlumat, Azərbaycan dili türk dillərinin Oğuz qrupuna aiddir. Konstitusiyamızın 21-ci maddəsinə əsasən Azərbaycan Respublikasının dövlət dilidir. Dilçiliyin bölmələri fonetika, leksika və qrammatikadır. Fonetika danışıq səslərindən, leksika sözlərdən, qrammatika iki hissəyə bölünür. Morfologiya, nitq hissələri onların dəyişməsindən, sintaksis söz birləşməsi cümlədən bəhs edir. Bundan başqa nitq mədəniyyəti, üslubiyyat və digər bölmələr var. Bizə lazım olan əsas bölmələr bunlar. Hər bir bölmənin özünə uyğun terminologiyası var. Yəni, ayrıca bilməliyik. Fonetikaya aid terminlər hansılardır, leksikaya aid terminlər hansılardır, morfologiyaya aid terminlər hansılardır, sintaksiyaya aid terminlər hansılardır. Bu qədər bizim bugünkü mövzumuz. 21 gün ərzində 21 video ilə Azərbaycan dilinin bütün qaydalarını, əsas qaydalarını mən burada bu videolarda izah edəcəm. Kanala abunə olun və hər gün yeni dərsləri izləyin, gözləyin və izləyin. Sağ olun, izləyin ki, daha yeni videolar, daha yeni öyrədici materiallar gəlsin. Sağ olun.